Salam əziz abituriyentlər, növbəti videoda xoş gördük. Mövzular üzrə qəbula düşən sualları izah eləyə gəldik. Nəhayət fizikanın ən sonuncu bölməsi olan atom və nüvə fizikasına çatdıq. Yəni fizikanın son mövzusudur. Bir neçə gün qalıb imtahana. Bu son mövzunun izahından sonra isə ümumi sınaqlar yenə də çəkməyə davam edəcəyik. İmtahanda sizə uğurlar arzu eləyirəm. İnşallah suallar oxuduğunuz yerdən, bildiyiniz testlərdən, işlədiyiniz testlərdən gəlsin. Başlayaq birinci sualdan. Atom nüvəsini sərbəst nukleonlara parçalamaq üçün lazım olan minimum enerjisi adlanır nüvənin rabitə enerjisi. Burada testin doğru cavabı B variantı olacaqdır. İkinci sual. Radioaktiv alfa çelməyə məruz qalan atom nüvəsində hansı dəyişikliklər baş verir? Bunun üçün bir dənə alfa çevrilmə reaksiyasını yazmalıyıq. O, uran elementi 92, tutaq ki, 238-dir. Çevrilib alfa çevrilməyə, yəni helium 2, 4. Üstünə gəlirsiniz, nə məlum X zərrəci. İndekslərin cəmi bərabər olmalı idi. Burada 92 isə oxdan sonra da 92 olmalıdır. Yəni, bura çatışmayan rəqəm 90-dır. Burada da 238-ə tamamlamaq üçün burada da 234 olması lazımdır. İndi burada proton sayı 92 idi, 90 oldu. Deməli, proton sayı, yəni Z 2 vahid azaldı. Birinci bənddə deyir ki, proton və neytron sayı dəyişməz qalır. Təbii ki, bu səhv variantdır. Bir doğru deyil. Bir doğru deyilsə D, Y variantları getdi. Nüvənin yük ədədi 2 vahid azalır. Bəli, proton sayı yük ədədini xarakterizə eləyir. 92 isə 90 oldu. Bəli, 2 vahid azaldı. 2 doğru variantdır. 2 doğru variantsa B variantı da artıq sıradan çıxır. Nüvənin kütlə ədədi 4 vahid azalır. Bəli, A minus 4 olur. Çünki burada 238 idi, burada 234 oldu. Yəni, kütlə ədədi 4 vahid azalır. Bu testin doğru cavabı olacaq 2 və 3. Yəni, C variantı. Üçüncü sual. Verilmiş kütləli cismin udulduğu şüalanmanın enerjisi 3 dəfə artdıqda onun şüalanma dozası 2 qrey artarsa, şüalanma dozasının əvvəlki qiymətini hesablayın. Şüalanmanın udulma dozasının düsturunu bilməliyik. D bərabərdir. Y bölünsün M. Enerji ilə D udulma dozası düz asılıdır. 3 dəfə enerji artarsa, udulma dozası da 3 dəfə artar. Yazırıq bura əvvəl, bura yazırıq sonra. Əvvəl udulma dozası D0 idisə, sonra olacaq 3D0. Nə qədər artıb? 2 qrey artıb. Yəni bunların fərqini 3D0 çıxılsın D0-ı 2-yə bərabər eləyirik. Buradan 2D0 bərabər 2, D0 bərabər olur 1-ə. Yəni bu testin doğru cavabı olacaq C variantı. Dördüncü sual. Nüvənin kütlə defekti hansı ifadə ilə təyin olunur? Kütlə defekti delta M ilə işarə olunur. Düstur belədir. Zn proton, üstəgəl N vurulsun M, N neytron, çıxılsın nüvənin sükunət kütləsi, yəni M'n. Belə bir cavab B variantında doğrudur. Beşinci sual. Qrey vur kiloqram ifadəsi hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Qrey şüalanmanın udulma dozasının vahididir. Y böl M'dir onun düsturu. Vahidi açışını açaq. Enerjinin vahidi jouldur. Kütlənin vahidi kiloqramdır və bu qreyə bərabərdir. Deməli, qrey sözün yerinə joule böl kiloqram yazacağım. Vurulsun buradakı kiloqram. Kiloqramlar ixtisar gedir, qalır joule. Joule enerjinin vahididir. Altıncı sual. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. Üçüncü səviyyədə olan hidrogen atomunun iyonlaşma enerjisi nəyə bərabərdir? İyonlaşma enerjisi hər bir səviyyədə olan enerjiyə bərabərdir. Bizdə üçüncü səviyyə dediyinə görə, bax, bu rəqəmi götürməliyik. Yəni, mənfi 1,51 elektron volt iyonlaşma enerjisi olacaq. İkinci səviyyədə soruşsa 3,4, birinci səviyyədə soruşsa
13,6 dördüncü səviyyədə soruşsa 0,85 elektron volt olar. 7-ci sual. 3 alfa və 2 beta zərrəcik buraxmış radioaktiv nüvədəki neytronların sayı nə qədər azalmışdır? Deməli, biz alfa zərrəcikdə və alfa çevrilmədə və beta çevrilmədə neytronların sayı nə qədər azalır ona baxaq. Əslində burada, bu misalda, buradakı misalda biz onu baxa bilərik. Daha bir də bunu təkrar yazmıram. Məsəl üçün, uran elementi ya da yazaq təkrar 92,238-dir. Bu alfa çevrilməyə məruz qalıb. Bura yazıram X elementi üstə gəl. 3 dənə alfa çevrilmə, yəni 3 dənə helium 2, 4. İndi reaksiyanı tamamlayaq. 3 2-nin 6 eləyir. 92-dən 6 çıxanda 86 eləyir. 3 4-ün 12. 238-dən 6 12 çıxanda 226 eləyər. İndi bu aldığımız elementi təzədən beta çevirməyə məruz qoyaq. Ya da birbaşa buradan yaza bilərdik. Beta çevirmə 86 226 beta çevirməyə məruz qalıb. Beta çevirmə bilirsiniz ki, -1 0-dır. 2 dəfədirsə bunun əmsalına 2 yazırsan və hesablama aparırıq. 226 yerində qalır. Çünki bu 0-dır. 226 yerində qaldı. -2 86 eləməsi üçün bura olacaq 88 ki, -2 gələndə 86 eləsin. İndi sonuncu element bax budur. Sonuncu element budur. 226, 86. Neytronların sayını tapırıq. 226 çıxırıq 88-ə. 8, 3, 138. Sonra neytron sayı oldu 138. Əvvəl nə qədər idi? 238-dən çıxırıq 92-ni. 6, 13-dən 9, 4, 146 idi. 146 idi, 138 oldu. 8 vahid neytronların sayı azaldı. Bu testin doğru cevabı olacaq Y variantı. 8-ci sual. Parçalanmamış radioaktiv nüvələrin nisbi sayının zamandan asılı qrafiki verilmişdir. 20 saatdan sonra radioaktiv nüvələrin hansı hissəsi parçalanmamış qalar? Əvvəlcə parçalanma periyodunu rahatlıqla tapa bilərik. Belə ki, 2də 1 olanda deməli 5 saata 2də 1 parçalanıb, 10 saata isə 4də 1. Deməli, düstur belə idi. N bərabərdir. N0 2 üstü mənfi T bölünsün T'dir. Burada əgər T, T'yə bərabər olarsa, yəni onda düsturu yazsaq yerinə N bərabər olar. N0 2 üstü mənfi T bölünsün T. 2 üstü mənfi 1, 2də 1 deməkdir. Olur 2də 1 N0. T bərabər 2T olarsa, N bərabər olur N0. 2 üstü mənfi 2T ki, bu T'nin yerinə yazırıq. Bölünsün T. 2 üstü mənfi 2 eləyir, o da 4də 1 eləyər. T bərabər 3T olarsa, N bərabərdir N0. 2 üstü mənfi 3T böl T. Bu da eləyər 8də 1 N0. Və nəhayət 4T olarsa, və bunları yazmıram, olacaq 16'da 1 N0. 5'te olarsa 32'də 1. İndi 2də 1 periyodda biz burada ispat etdik ki 2də 1 periyodda yəni 2də 1 azalanda T T'yə bərabər olur. Yəni yarım çevirmə periyodu elə bu T'nin 5'ə bərabərdir. Burada da demək olar. 4də 1'də nə tədir etsin? 2T. Yəni 10 bərabərdir 2 vur böyük T. Buradan böyük T yenə 5 alır. Yarım parçalanma periyodunu tapdıq ki 5 saatdir. Və indi 20 saat üçün olan yerinə yazırıq. N bərabərdir. N0 2 üstü mənfi T bölünsün T. O da bərabərdir. N0 2 üstü mənfi T'nin yerinə 20 yazacağım. Bölünmüş periyodu da 5 tapdım. O da bərabərdir. N0 vurulsun 2 üstü mənfi 4. O da N0 böl 16. Yəni 16'da 1'i parçalanmamış qalır.
Doğru cavab B variantı olar. Belə bir şey də yazmaq olar. 2-də 1-də T'də 2-də 1 azalırsa, yəni 5 saat T'yə uyğundur. Bura 10 olur. Bura olacaq təbii ki 15. Bura olacaq təbii ki 20. Yəni 20-də nə qədər azalmışdı? 16-da 1. Belə bir məntiqi güclü uşaqlar belə rahatlıqla bunu tapa bilər. 9-cu sual. Radioaktiv elementin nüvələrin sayı 6 sutka ərzində 4 dəfə azalmışdır. Bu elementin radioaktiv nüvələrin sayı 12 sutka ərzində neçə dəfə azalar? Deməli, 4 dəfə azalma hansı perioda uyğundur? Bax, bura yazmışıq. 4 dəfə azalma 2T-yə uyğundur. Deməli, T bərabər 2T olduqda nüvələrin 4də 1 hissəsi parçalanmamış qalır. Yəni, n bərabər olur 4də 1 n sıfıra. Şimdi burada 6 sutkada periyodu yine buradan tapa bilərik. T bölünsün 2. O da eləyər 6 bölünsün 2. O da eləyər 3. Yerindən yerinə yazırıq. N bərabər n0. 2 üstü mənfi T bölünsün T. N0 vurulsun 2 üstü mənfi T'ni biz bir dəfə 12 götürəcəyik. Böyük T'ni də 3 tapdıq. Bu da eləyər n0 vur 2 üstü mənfi 4. N bərabər 2 üstü mənfi 4. 16'da 1 deməkdir. Yəni 16'da 1 n0. Yəni 16 dəfə azalacaq. 10-cu sual. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. Hansı keçid görünən şüalanmaya oldu? Deməli, aşağı xəttlər şüalanma xəttləridir. Görünən işıq şüalanması üçün ikinci keçidə keçməli idi. İkinci keçid görünən işıqla bağlıdır. Ona görə də ikinci keçid olan, ikinci enerji səviyyəsinin keçid hansıdır? Təbii ki, bu 1 olacaq. Bir keçidi görünən işıq şüalanmasına uyğundur. Doğru cavab Y variantıdır. 11-ci sual. Uran elementi 92-238 nüvəsində neçə ədəd və hansı zərrəcik buraxılmalıdır ki, 92-235 uran elementinin izotopu alınsın? Deməli, zərrəcik buraxılmalıdır deyirsə, reaksiyadan sonra yazmalıyıq bunu. Uran elementi 92-238 alınıb, uran elementi 92-235 üstə gəl n vurulsun x elementi. Deməli, burada 92-92-dirsə, demək bunun ayağına 0 yazasıyıq. Çünki ehtiyacı yoxdur. Çünki 92 ilə 92 bərabər. Ayağında 0-sa deməli bu neytrondur. Neytron, bilirsiniz ki, neytronun formulu 0,1'dir. Deməli, buraya yazırıq 1. Deməli, burada 235'dir, burada 238'dir. 3 vahid çarpımır. Deməli, n-nisi olmalıymış, 3 olmalı. Deməli, burada n-i silib, yerinə 3 yazsaq, doğru cavab alır. Çünki 3 birini 3 eləyir, 235 və üstə gəlsin 3 vurulsun 1 bərabər eləməlidir 238-ə. Deməli, 3 ədəd neytron olmalıdır. Çünki proton indeksinə 1 var, proton 1 yazılır. Burada biz 0 yazdıq, hardan yazdıq onu demək istəyirəm. Proton yaza bilməzdik. Pozitron da yaza bilməzdik. Pozitronda çünki 1 sıfırdır. Elektronda mənfi 1 sıfırdır. Bunların heç birini yaza bilmərik. Fotonun düzlüyü yükü yoxdur, amma kütləsi də yoxdur. Ona görə fotonu da yaza bilməyəcəkdik. Doğru cavab olacaq A bəndi. 12-ci sual. Radon 86-219 nüvəsinin 2 alfa və 2 beta mənfi çevrilməsindən sonra alınan elementin nüvəsinin Z yük ədədini və ədədini bizdən soruşur. Reaksiyanı yazmaq lazımdır. Radon elementi Rn 86-219 2 dənə alfa çevrilməyə məruz qalıb, helium 2-4, 2 dənə də beta çevrilməyə. Biz beta çevrilmənin formulunu mənfi 1, 0 olduğunu bilməliyik və alınıb nə məlum edir.
Hesablamalara başlayırıq. Yuxarı 0 çox deyə rahat başlaya bilərik. 2 4-ün 8, 219-dan 8 çıxmalıyıq. 211. Deməli, buraya yazacağım 211. Yəni, kütlə ədədi bilirsiniz ki, elementin aşağısına Z, yuxarısına A yazılır. Kütlə ədədi yəni A211-dir. A211 bir dənə variantda var. Cavab çıxır, amma biz yenə də cavabları araşdırmalıyıq. Bu 2-2-nin 4 edər. Burada isə mənfi 2 edər. 4-ün üstünə mənfi 2 gəlində 2 qalır. Yəni, 86-dan 2 çıxanda eləyəcək 84. Doğru cavab B. 13. Hansı ifadələr doğrudur? Radioaktiv nüvənin alfa parçalanması zamanı. Alfa parçalanması zamanı yenə dediyim kimi bir dənə element götürürük, alfa çevrilməyə məruz qoyulur. Məsəl üçün, elə uran elementi 92, 238. Çevrildi alfa çevrilməyə, bir dənə X element əmələ gəldi, bir də helium 2, 4. Baxırıq, burada bu Z əvvəl 92 idi, A isə burada 238 idi. 92 olması üçün burada olmalıdır 90, yəni Z minus 2 oldu. Yəni proton sayı 2 vahid azaldı, bir doğru variantdır. Burada da səhvdir. Kütlərdədir, burada 4'də 238'dir, 234 lazımdır. Yəni burada da A minus 4 oldu. Kütlərdədir, 4 vahid azaldı. 3 də doğrudur. Neytron sayına baxın. Burada neytron sayı əvvəl 238 çıx 92 idi. Bu da edər 238'dən 92 çıxırıq. Eləyir 146. İndi alınmış yeni nüvədən neytron sayını tapırıq. 234'dən qırıq 90. Bu da eləyir 144. Bir dəfəlik yadda saxlamaq lazımdır ki, alfa çevrilmədə də nüvənin neytronların sayı 2 vahid azalır. Bu testin 9 cavabı olacaq. 1, 3 və 5. Atomun planeter modelinə əsasında çəkilmiş şəklə görə hansı ifadələr doğrudur? Görürük ki, burada 3 dənə proton var, 4 dənə neytron. Proton sayı 3, neytron sayı 4. Deməli, bunun ədədi protonla neytronun cəmidir, yəni zətminin cəmidir. 3 üstəgəl 4, 7. Deməli, elementi axtarmalıyıq. 3, 7. 3, 7 olan element lityumdur. Lityum 3, 7. Deməli, element lityumdur və atomum, iyonum ona baxın. Burada 3 proton var, 2 elektron. Proton sayı elektron sayından çox olanda bu olur müsbət iyon. Yəni, bu lityum iyonu, lityum müsbət. Elektron sayı 2'ye bərabərdir, bəlkə elektron qazanır. Protonların sayı 2'ye bərabərdir. Xeyr, proton sayı 3'dür. 1, 2, 3. Testin doğru cavab olacaq. 1, 3, 6. Növbəti sual. Uyğunluğu müəyyən edin. Radioaktiv elementin yarantılmış testi olarsa, radioaktiv nüvələrin sayı. Yəni, T müddətində 2'də 1 n0 olacaq. 2 dəfə az olacaq. 2D müddətində 2 üstü 2'nin sevdiği 2'nin üstlərini götürdük. Yəni, 2 üstü mənfi 1, 2'də 1 deməkdir. 2 üstü mənfi 2, 4'də 1 deməkdir. 2 üstü mənfi 3, 8'də 1 deməkdir. 2 üstü mənfi 4, 16'da 1 deməkdir. 2 üstü mənfi 5, 32'də 1 deməkdir. Nəhayət, bunları tapaq. Deməli, 2 dəfə azalır, 1'ə gedər. A bəndi 8 dəfə azalır, 8 dəfə azalır da 2 üstü 3, yəni 3 olanda olacaq. 2'ye gedəcək. 16 dəfə azalan 2 üstü 4'ü. 2'də gedəcək. Deyil. Yəni, bunların birini yoxlayaq. Məsəl üçün, 2 üstü 3, T bərabər üçgeni yoxlayaq. N bərabər N0, 2 üstü mənfi T bölünsün T. N0 vurursun 2 üstü mənfi T'nin yerine zaten 3 tane büyüktür. Yakında zaten büyüktür var idi. N0 2 üstü mənfi 3. Yəni N0 8. 8 dəfə adamlar. Bu şəkildə də tapa bilərsin. Beləliklə, əziz abituriyentlər, mövzular üzrə qəbul tüm mövzuları izah etdik. 28 izah etdik. Ümid edirəm ki, buradakı videodan, buradakı suallardan sizə qəbul imtahanlarında kömək olacaq. Mən bunu çox ümid edirəm. Yenidən təkrar edirəm. Qəbul imtahanlarında sizə uğurlar arzu edirəm. Sağ olun. Gələn dərslərdə görüşmək